Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə qiymətləndirmə ilə bağlı bir neçə sualın izahına baxacağıq. Bilirik ki, həm MİQ, həm sertifikasiya imtahanlarında 100% düşən mövzulardan biri də məktəb daxili qiymətləndirmədir. Gəlin elə isə vaxt itirmədən suallarımıza keçid edək. Birinci sualımızda deyilir: müəllim şagirdin yazı işini yoxladıqdan sonra ona belə bir rəy bildirir. İnşanda hadisənin ardıcılığı çox maraqlıdır. Lakin bəzi yerlərdə durğu işarələrindən istifadə etməkdə çətinlik çəkmirsən. Gələn dəfə vergülün qoyulma qaydalarına dair dərsliğindəki 4-cü bəndə yenidən baxsan, yazın daha mükəmməl olar. Bu fəaliyyətə əsasən müəllimin tətbiq etdiyi qiymətləndirmə növünü və rəyin xüsusiyyətini müəyyən edin. Söhbət əgər rəylərdən gedirsə, əlbəttə ki, qiymətləndirmə növümüz formativ qiymətləndirmə olacaq. Baxın, üzr istəyirəm, iki yerdə formativ verilib. Digər variantları silirik. Summativ olan cavabları silirik. Çünki rəy vermə formativ qiymətləndirmədədir, əks əlaqənin qurulmasında. Və verilən rəy necə bir rəydir? Müəllim şagirdin fəaliyyətini vurğuladı. Müsbətini dedi birinci fəaliyyətin vurğulayanda. Sonra onun negativini, yəni belə deyək də zəifliyini də dedi. Sonra həmin o səhvini aradan qaldırmaq üçün yol göstərdi, istiqamət verdi. Müsbətlə başladı, səhvini dedi, yolunu da göstərdi. Müəllim müsbət rəyin, konstruktiv rəyin bütün xüsusiyyətlərini əməl elədi. Deməli, rəy konstruktiv və inkişaf etdiricidir. Burada yazılıb ki, emosional və ümumi rəydir. Xeyr, rəy spesifikdir, həm də fəaliyyətə yönəlikdir, emosional deyil. Emosional rəy olsa deyərdi ki, afərin, sən çox ağıllı uşaqsan, zəkalısan, buna görə də tapşırıqları yaxşı yerinə yetirirsən. Bu cür rəy vermək doğru deyil. Amma bu şəkildə uşağın fəaliyyətini vurğulayıb ona afərin, əhsən demək əlbəttə ki, yanlış olmayacaq, doğru olacaq. Növbəti sualımıza gəlin. Baxaq, ikinci sualımızda deyilir ki, şagird kiçik summativ qiymətləndirmənin nəticəsi elan olunduqdan sonra öz balı ilə razılaşmadığını və bəzi suallar ona qərəzli şəkildə səhv yazıldığını iddia edir. Bu halda fən müəllimin atacağı ən düzgün, burada çox diqqətlə yanaşın, və rəsmi addım hansıdır? Ən düzgün və rəsmi addım. A bəndində deyilir, müəllim şagirdin balını dərhal dəyişməli və narazılığı aradan qaldırmalıdır. Bəlkə şagirdin fikri əsassızdır. Dərhal necə dəyişək? Yanlış bir fikirdir, narazılıq aradan belə qaldırılmayacaq. A bəndi olmaz cavabımız. B bəndi. Şagirdə həmin KSQ suallarını yenidən işləmək üçün ikinci şans verməlidir. Həmin KSQ suallarını yenidən işləmək üçün ikinci şans da yanlış cavabdır. Çünki burada rəsmi bir addım istəyir bizdən. Rəsmi addım deyil bu, qeyri-rəsmidir. Gəl sən yenidən otur işlə. Bəlkə elə şagird bizi aldadır. Buna görə bu da yanlışdır. Şagirdin valideynini məktəbə dəvət etməli və ondan şairə təzyiq göstərməsini istəməlidir. Məlum məsələ, təzyiq göstərməsi yanlış. Şagirdə qiymətləndirmə meyarlarını və cavablarının həmin meyarlara uyğunluğunu izah etməli. Yəni birinci, baxın, D variantı bizim cavabımızdır. Yəni birinci, şagird əgər nəticəsinin qərəzli olduğunu deyirsə, müəllim özünün haqsız olmadığını bildirməlidir. Haqsız olmadığını da necə bildirəcək? Ona qoyduğu meyarlara uyğun cavablarını göstərib izah edəcək ki, bax, bu suala belə cavab vermişsən, nəticəndə budur. Və daha sonra razılıq əldə olunmasa, yəni uşaq razılaşmasa müəllimin dedikləri ilə, yenə də deyir ki, yox müəllim, mən razı deyiləm. O halda apellyasiya komissiyasına müraciət qaydasını bildirməlidir. Yəni, şagirdin belə bir haqqı var ki, hüququ var ki, verilən qiymətlə razılaşmırsa, yəni qiyməti ilə razı deyilsə, yenidən qiymətləndirilməsini tələb edə bilər. Bu, onun rəsmi bir haqqıdır. Cavabımız D bəndi. Müəllim bu iddiaya əhəmiyyət verməməli sözü də bilirik ki, yanlışdır. Şagird qiymətləndirilməsini yenidən tələb edə bilər. Bu halda cavab D bəndi. Üçüncü sualımıza baxaq. İmtahanlarda bu tipdə situasiyalar çox düşürməlidir. Yəni, sırf müəllim, şagird, valideyn, məktəb münasibətlərindən bağlı. Üçdə deyilir, müəllim riyaziyyat dərsində məsələ həlli zamanı səhvə yol vermiş. Şagird aşağıdakı rəyi verir. Görək necə rəy verir. Afərin, sən çox ağıllı uşaqsan.
Amma bu məsələni niyə səhv etdiyini anlamıram. Axı sən həmişə dərslərini yaxşı oxuyursan. Biraz da diqqətli olsan, hər şey yaxşı olacaq. Əslində, rəydə, belə deyim də, bizə gözə çarpan maraqlı ifadələr verilib ki, bizi aldatsın. Amma yox, biz aldanmayacağıq buna. Deyir, bu rəyin formativ qiymətləndirmə prinsiplərinə görə yanlış olmasının səbəbi nədir? Yanlış olduğunu deyir. Sadəcə deyir, niyə yanlışdır? Yanlış olma səbəbini istəyir bizdən. A bəndi, rəy çox qısadır və şəhərin motivasiyasını aşağı salır. Qısalığına mı görə səhvdir? Yox, heç qısa da deyil. Bu boyda rəy verib müəllim. Daha nə varsın, kitab yazsın orada. B. Rəy idrac fəaliyyətinə deyil, şagirdin şəxsiyyətinə yönəlib və fəaliyyət üçün istiqamət vermir. Bəli, rəy ona görə yanlışdır ki, müəllim rəyi uşağın işinə yox, fəaliyyətinə yox, şəxsiyyətinə yönəldib. Deyir, çox ağıllı uşaqsan. Niyə səhv etdiyini anlamıram. Axı sən həmişə dərslərini yaxşı oxuyursan. Bu artıq onun şəxsiyyətinə yönəlib. Ona görə də cavab B olacaq burada. Müəllim şagirdi təriflədiyi üçün rəy obyektivliyini itirib. Yox, təriflədiyi üçünmü səhvdir? Xeyr. Müəllim tərifləyə bilər şagirdi. Səhv tərifləmə metodundan istifadə edir. Baxın, bəzən biz elə düşünürük ki, kurikuluma görə müəllim şagirdi tərifləyə bilməz. Niyə tərifləmir ki? Tərifləyə bilər. Kurikuluma görə müəllim şagirdi afərin deyə bilməz. Deyər. Əsas olan odur ki, onun nəyə deyir? Afərini, əhsəni onun şəxsiyyətinə mi deyir? Yoxsa işinə mi deyir? Şəxsiyyətinə deyirsə yanlışdır. Afərin, yaxşı uşaqsan, ağıllısan. Bu yanlışdır. Amma afərin, sən qaydaları yaxşı öyrəndiyin üçün, dərsdə aktiv olduğun üçün, məsuliyyətli olduğun üçün tapşırıqları yaxşı yerinə yetirirsən, aha, bu artıq düzgün afərindir uşağa verilən. Rəydə şairin əvvəlki uğurları xatırladılmır. Buna görə də səhv deyil. Yəni, bunlar sırf rəyin səhv olma səbəbi deyil. Səhv olma səbəbi birbaşa B variantında açıq aydın görsənir. Növbəti sualımız qiymətləndirmə ilə bağlı. Baxaq. 4. Baxa görə videomuz gedirmi? Gedir. Tədris ilinin əvvəlində müəllim şagirdlərin mövcud vəziyyətini yoxlamaq üçün test keçirir. Nəticələri təhlil edərkən aydın olur ki, şagirdlərin 70% keçən ilin sonunda mənimsənilməsi vacib olan əsas alt standartlar üzrə hədəfə çatmayıb. Keçən ilin sonunda. Müəllim bu nəticəyə əsasən cari ilin ilk planlaşdırmasında heç bir dəyişiklik etmədən sadəcə zəif nəticə göstərən şagirdlərə dərslərdən sonra əlavə tapşırıqlar verəcəyini qərara alır. Bu situasiya ilə bağlı ən düzgün rəy hansıdır? Ən düzgün rəy. Gəlin baxaq. A bəndi. Müəllim doğru addım atır. Çünki illik planlaşdırma tədrisin əvvəlində təsdiq olunur və dəyişdirilə bilməz. İllik plana müəllim dəyişiklik edə bilməzmi? Planlaşdırma mövzusuna getdik artıq. Edə bilər əslində. Yəni, planlaşdırmaya dəyişiklik edə bilməz sözü yanlışdır. Biz planlaşdırmaya dəyişiklik edə bilərik. İllik diaqnostik qiymətləndirmə keçirdim. Alınan nəticələrə istinadən mən artıq nə edəcəm? Dəyişiklik eləyə bilərəm. Ona görə də bu fikir yanlışdır. Bunu silirik. Digər variantda deyilir ki, müəllim diaqnostik qiymətləndirmənin nəticəsindən düzgün istifadə etmir. Çünki bu nəticəli planlaşdırmada korreksiya, tənzimləmə aparmaq üçün əsas olmalıydı. Cavabımız B variantı. Situasiya ilə bağlı ən düzgün rəy budur. Əgər müəllim diaqnostik aparıbsa, uşağın zəifliyini, uşaqların 70%-ni zəifliyini aşkar eləyibsə, deməli, illik plana bir dəyişiklik etməli idi. Amma heç bir dəyişiklik eləmədi. Yalnız əlavə tapşırıqlar verdi. Bu da xüsusi bir proqramı, belə deyək də, dəyişmək demək deyil. Cavab B olacaq. Müəllim fərdi yanaşma nümayiş etdirdiyi üçün diaqnostik qiymətləndirmə məqsədinə tam nail olmuş sayılır. Axı, olmayıbdır. Nəticənin effektivliyi öz əksini tapmadı. Şagirdlərin 70% mövzunu bilmədiyi üçün müəllim diaqnostik qiymətləndirməni keçirməmiş hesab etməli və summativlə əvəzləməlidir. Belə bir şey yoxdur ki, mən diaqnostik keçirməyim, onu summativlə əvəzləyim. Summativ bölmənin sonunda, yarım ilin sonunda keçirilir. Yekun nəticəni yoxluyur. Uşaq nə əldə edib? Diaqnostiklə bir əlaqəsi yoxdur, yəni onu əvəzləyə bilmərik biz. Diaqnostik qiymətləndirmə yalnız şagirdin psixoloji vəziyyətini ölçdüyü üçün, yalnız psixoloji yox, həm psixoloji vəziyyətini ölçür, həm də bilik, bacarıq səviyyəsini ölçür. Ona görə bu fikir də başından yanlışdır. Cavab B bəndi olacaq.
Və bir suala da gəlin baxaq sizinlə 5 nömrəli suala. Müəllim, tədris prosesində həm şagirdlərin ilkin vəziyyətini müəyyən edərkən, həm gündəlik fəaliyyəti izləyərkən, həm də bölmə sonunda nailiyyəti ölçərkən müəyyən prinsiplərə sadiq qalır. Aşağıdakılardan hansı diaqnostik, formativ və summativ qiymətləndirmənin hər üçünün ortaq xüsusiyyəti hesab oluna bilər? Yəni, bunlar diaqnostikdir, bu ilkin vəziyyət, formativdir, gündəlik, bölmə sonunda summativdir. Deyir, bu üç qiymətləndirmə üçün ortaq cəhət seçin. A bəndi, hər üç qiymətləndirmə növünün nəticələri şagirdin yarımillik qiymətin hesablanmasında. Hər üçü yarımillik qiymətə təsir edirmi? Yox, yalnız summativ edir. Summativ. Deməli, bu sadəcə summativə aiddir. Bunu sildik. Hər üç qiymətləndirmə növü yalnız rəsmi test tapşırıqları və yoxlama yazıları. Xeyr, yalnız rəsmi test tapşırıqları sözü səhvdir. Hər üç qiymətləndirmənin üçündə də şifahi və yazılı tapşırıqlardan istifadə edə bilərik. Üçü ilə də bağlı yanlışdır bu. Hər üç qiymətləndirmə növü dövlət təhsil standartları müəyyən olunmuş məzmun xəttləri və alt standartlar üzrə reallaşdırılır. Bəli, hər üç qiymətləndirmə dövlət tələbinin reallaşdırılmasına xidmət eləyir, qoyulan standartların çatmağa xidmət eləyir. Biri ilkin biliyi ölçür, biri gündəlik, biri də ki, son yekun nəticəni ölçür. Və hər biri də məzmun xəttləri və standartlar əsasında aparılır. Deməli, ortaq cəhət C bəndi. Hər üç qiymətləndirmə növündə şagirdlər rəqəmlə ifadə olunan qiymət. Ümumiyyətlə, rəqəm qaldı keçmişdə. Kəmiyyətlə deyə bilərik. Kəmiyyətlə desək, kəmiyyət. Bu olacaq summativ qiymətləndirmə. Kəmiyyətlə var, kəmiyyət var orada, o da summativdir sadəcə. Hər üç qiymətləndirmə növü tədrisinin yalnız əvvəlində və sonunda, yalnız əvvəlində diaqnostik, sonunda summativ, formativ bəs harda qaldı? Ortada aparılan. Ona görə formativ verilməyib deyə bu da səhvdir. Cavab C bəndi. Belə dəyərli müəllimlər, hər birinizə uğurlar arzu edirəm. Növbəti il üçün qeydiyyatımız davam eləyir. Sentyabr ayından qruplarımız dərslərə başlayır. Həm MİQ, həm də sertifikasiya üzrə. Əlaqə nömrəsini qeyd edirəm. 056 197 78 33. Bu nömrəyə yazaraq dərslər üçün qeydiyyat ola bilərsiniz. Bağça müəllimləri üçün də yay qruplarımız mövcuddur. Yəni, qruplarımız davam edir. Məktəbə qədər təhsil müəssisəsində çalışan müəllimlər də dərslərə qoşula bilər. Hər birinizə uğurlar arzu edirəm. Növbəti dərslərdə görüşəndik.